İndiyə qədər toya ən çox nə qədər pul yazdırmısınız? Bəs bu məbləğ nəyə görə dəyişir? Ya da heç olub ki, ümumiyyətlə pulunuz yoxdur deyə getməkdən imtina eləmisiniz? Elə bu sualın cavabını şəhər sakinlərindən soruşdum. İndiyə qədər toya ən çox nə qədər pul yazdırmısınız? 100 manat, 150 manat. Olub ki, məsələn, çağırıblar, pulunuz olmadığına görə getməmisiniz? Yox, belə vaxtda pulum da olub getmişəm. Yəni heç nə deməyiblər. 200 manat. Heç olub ki, məsələn, toya çağırıblar, amma pulunuz olmayıb deyə getməmisiniz? Yox. Özümüzü ailə şəkildə yazdırdığımız 200 manat olub. Toya getməmişəm. Bəs deyək ki, yaxınım sənin toyuna çağırıb, amma sənin pulun yoxdur. Gedərsən, pul yazdırmasan, yoxsa ümumiyyətlə getmərsən? Ümumiyyətlə getmərəm. Çünki gedib pul yazdırmamaq da ayıbdır da, yəni nəinki getməməkdən. Biz ilk növbədə toy deyəndə, nişan deyəndə o qədim tərbiyə ilə bu pulu nəzərdə tutmuruq. Əgər dünya yaranandan o toylar olubsa, ora gedən sevinib gedir. Ora gedən sevinir ki, bir qız ana olacaq, bir oğlan ata olacaq. Ona hər cür kömək eləmək lazımdır. Mən bu cür xırda hisslərlə düşünmürəm və toylara da gedəndə, nişanlara gedəndə puldan əvvəl fikirləşmişəm ki, o nəsilə, o cavanlara xoşbəxtlik arzulayım. İmkanım çatan qədər də pul yazılıram. Toya çağırırlar, amma pulunuz yoxdur. Getmək lazımdır, yoxsa yox? O pul elə axmaq şeydir ki, mən ondan danışmaq istəməzdiyim. Hər halda bu adam utanırsa, neynəmək olar? Ən çox toya 150 manat, 200 manat. Yazdırdığınız pul nəyə əsasən dəyişir? Dəyişmir deyəndə uşaqlarım böyüyüb. Mən də toy eləyəndə onlar gəlib həmin toylar. Pulunuz yoxdursa, amma toya çağırıblar. Gedərsiniz, yoxsa yox? Gedirəm, niyə? Yaxşı deyir toydan qalmaq. Xeyirdən şeydən qalmaq olmaz. Aldığım maaşa görə və həmin getdiyim adamdan olan münasibətimə görə. Bəs siz belə bir sual verim sizə. İndiki dövrdə bilirsiniz, bəziləri deyir ki, məsələn, toya çağırır, amma pulu olmur cibində, deyir pulum yoxsa getmərəm, ayıbdır. Nə düşünürsünüz bunu? Pulu olmayan neynəməlidir? Yeyib kimsə soymalı toya getməlidir. Gedə də bilmir, əlbəttə ki, ayıbdır. Yəni o ünsiyyət, münasibət məsələləri pozulur. İndi vəziyyət belədir ki, hərənin bir-iki uşağı var da. Böyük əksəriyyətdə bir dənədir. Əlbəttə ki, o toya getməyəndə maddiyyat ucbatından o əlbəttə ki, ayıbdır. Ünsiyyət, münasibətlər pozulur. Getmək lazımdır. Getmək lazımdır. Maksimum 200 manat. Bəs elə olubdur ki, heç sizə dəvətnamə gəlib, amma əlinizdə pul olmadığınıza görə getməyibsiniz. Bir şəkildə idarə etmişik, bəli olubdur. Belə deyək də borc kimi baxılır. Əgər mən sənin toyuna getmişəmsə, sən də mənim toyuma gəlib əvəz verməlisən. İndi hal-hazırda 100 manatdır da ən aşağısı. Məbləğin dəyişməsi nəyə görə dəyişir? Həm yaxın olması, o bizim xeyir işdə nə qədər xərcləyibsə, biz də o qədər. Bəs deyək ki, sizi toyuna çağırıb bir adam və pulunuz yoxdur. Onda nə edirsiniz? Gedirsiniz, yoxsa utanıb getmərsiniz? Yox, getmərəm. Olmaz da elə. Paysız qonaq necə olar? Ən çox nə qədər pul atarsınız məsələn? Ataram da 200 manat. Belə deyim, bəs deyək ki, bir yaxın dostunuz, çox yaxındır, sizi toyuna çağırır, amma hazırda pulunuz yoxdur cibinizdə. Gedərsiniz, yoxsa getmərsiniz? Gedərəm.